Demek ki dostlar, İsmail'den hansı kəndi dayı? Ne? Nişan. İsmail'den Nişan kəndi deyik. 4 kilovat, 3000 abarot, 4 təkər mis sarğı. Burası tokumuz biraz hal-hazırda 191'i göstərir. İndi baxarsan da dayı, güclü vaxtı işlədərsən də. Yəni əslində burada çox göstərməz, bunu çox asmalısan. Videolara baxsan, indi bura 199'dur. Nə bilim, belə normalda 205'dir, indi 201'dir. Arpa çəkirik, burada çəkirik. Sən də burada göstərin dayı. Sən bunu doğru eləyərsən, arpa buradan özü geçir. Dibində qalanda bunu əllə eləyirsən, özü gedir. Tokumuz 188'dir. Məsəl üçün bura bax, 188, 186. Qanunda bunu bilsən də 4 kilovatdır. Toku nə qədər çox olsa o qədər qəşəng işləyir. İndi tok ola bilər, buradan bir də Udenlitildən çəkmişik də indi. O da ola bilər. 185'dir. Siz burada rezin qoyarsınız, buradan bu torpaq çıxmaz, görürsünüz ha. 187. Bir hamsın bir geçsin. 188. Aparatımızı söndürürük. Tokumuz belə hazırda 194-195 göstərir. Çox. Yenə dayı onu aç baxaq, zəhmət olmasa. Sən qaba boşallarsan elə. Görən nətər çəkib, sonra saman çəkəcək Allahın köməkliyi ilə. Çox. Onu bir dənə qaba boşalt, zəhmət olmasa. Bibi salam ha bibi. Allah xeyirci versin. Nətər çəkir? Yaxşıdır. Əladır. Süper. Xeyirli olsun.